Bugün Hicri təqvimi ilə ayın neçəsidir? Bugün Zilqədə ayının 9-cu günüdür. Bəli, düzdür. Bugün İmam Cavad əleyhissalamın şəhadətinin il dönümüdür. Amma bilirsənmi, o hələ uşaq olarkən onunla Abbasi xəlifəsi arasında nə baş vermişdi? Xeyr, onun hekayəsini bilmirəm. Mən onu bilirəm. Babam mənə danışıb. Rəvayət edilir ki, xəlifə karvanla Bağdad küçələrinin birindən keçirdi. Orada bir neçə uşaq oynayırdı və İmam Cavad əleyhissalam da onların arasında dayanmışdı. Uşaqlar xəlifənin karvanını görən kimi qaçdılar. Amma İmam Cavad yerində qaldı. Xəlifə təəccüblə dedi: "Niyə uşaqlarla birlikdə qaçmadın?" İmam cavab verdi: "Yol dar deyil ki, sənə yol verim. Günahım yoxdur ki, səndən qorxum və sənə qarşı yaxşı gümanda olduğum üçün zərər verməyəcəyini düşünürəm. Sən kimsən?" "Mən Ali ibn Musa Rızanın oğlu Muhammed Cavadam." Xəlifə dərhal başa düşdü ki, bu uşaq imamdır. İmam Muhammed Cavad əleyhissalam çox kiçik yaşda olsa da, böyüklər kimi hikmətlə danışırdı. Rəvayət olunur ki, xəlifə alimlərini topladı və onlardan imamla mübahisə etmələrini istədi. Alimlər arasında ən məşhuru Yəhya ibn Əqsəm idi. O imama bir sual verdi. Amma imam o sualı yüzlərlə fərqli məsələyə bölərək dəqiq şəkildə cavablandırdı. Bunu görən xəlifə dedi: "Aranızda bu cavabı bu qədər dəqiq verən və ya da verilən sualı bu qədər təfərrüatı ilə yanaşan varmı? Bu uşaq kimdir axı?" Bəs imam necə şəhid oldu? Xəlifə Mu'təsimin əmri ilə imamın xanımı iftar süfrəsində ona zəhər qatılmış şirə verdi. İmam isti bir oruc gününün ardınca bu içkini içdi. Zəhər bədəninə yayıldı, qapıları bağlandı və imam köməksiz bir halda əzab içində qaldı. Yatağından qalxır, yerə yıxılır, yenidən ayağa qalxırdı. Nəhayət evin damına çıxdı və 3 gün boyu qızmar günəş altında qaldı. Nəticədə pak ruhunu Rəbbinə təslim etdi. Bu istirab babası Hüseyn əleyhissalamın çəkdiyi əzabları xatırladırdı.